Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə maşın bazarından salamlayıram. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. Sağ olsun, nə tərs? Sizdən bahəm, nə tərs qardaş? Qardaş, Allah bazar versin. Çox sağ ol qardaş, Allah köməyin olsun. Maşının ili 2000-ci ildir. 09. 09-dur, 2000-ci il. Yəni maşın 11 ildir məndədir. Hazırda heç bir çürük çıxıq yoxdur. Kraskada görsən qaydasındadır. Aform ton pəsin. Öz adımadır, bəli. Motor qaydasında, karofkada gelişmə, atma Nə vaxt yox. yığdırdınız motoru? Motor iş yığdırmamışam, yəni qaydasındadır da. Motor elə belə nə problem olur. İndiyə qədər demək olar ki, bunun çox detalını dəyişmişəm. Əksəriyyət keyfiyyətli detallar hamısı olur. Elə sürəndə indi qabaqda onu faralara baxanda da, osfar faralarda, digər ümumiyyətlə şeylərə baxanda görünür. Motorda yağ azaltma məsələsi? Yox, heç azaltmır. Sonra karofkada gelişmə yoxdur, qranatında səs yoxdur. Altında bir damız çürüyü yoxdur, deyəsən ki, çürük var. Maşın qaydasındadır, hazırda otur, qranatlar qaydasındadır, otur sür maşındır da. Ekran necədir? Ekran da qaydasındadır. Ekranda işləmişik, bəli, içinə onun qolnik yığıblar, qalın qolnik. Problemi var idi yoxsa? Maşın 2000-ci ilin maşınıdır da, işləndikcə istər-istəməz olur da. Nə olur? O udardan mı olur problem? Çürüyür, gedir. Bunlardan ümumiyyətlə xəstəlikdir da. Çürüyür, 2000-ci ilin maşınıdır. Təkərləri normaldır. Təkərlər normaldır, hə. Pol necədir? Pol çürüyü pası. Bir damız çürük yox, hamısını çıxartmışam. Var idi. Yəni istəyən adam əlinə bir atverkasını düşsün altına maşının. Qəşəng. Baxsın, yəni germetka deyil də, tam şəkildə. Maşını yığdırmısınız demək olar ki. Maşını özüm üçündür. Mən başqa bir maşın almışam, ona görə satıram. Rəng necə? Rəng də qızılıdır. Hələ gün düşəndə, bunun üstə gün düşəndə parıldayır. Yəni zavoddan bu rəng gəlməyib, səhv eləmirəmsə. Zavoddan elə qızılı yazılıb da, onsuz da bunda heç kim pek bir problem olmur. Rəng də qızılıdır. Aha. Elə bunun özü də qızılıdır. Sənətdə də qızıl Daha gedir. qəşəng görsənir, ona görə deyirəm. Qəşəng günün olsun. Bir gün düşəndə parıldayır hələ, lap çox. Perlamotru gördük. Dəyişən detallarını da deyin də bizə. Hansılar dəyişdirdiniz? Sizdən Elə 11 ildir məndədir. Yəni maşın demək olar ki, çox şeyini dəyişmişəm. Öz zövqümə uyğun eləmişəm. Yox, qapı, krel, kapot. Hə, kapotlar bunlardan ümumiyyətlə bax bu hissələr Bolt qaykadır. hə, bolt qaykadır deyim, məsələn, onların dəyişmişəm. Aynasında da, ön aynada çatı var. Hə, ön aynada o bilirsiniz niyə? O vaxt onu germetka ilə də bu. Aha. Patpes germetka ilə qoyublar. Onu çıxardanda çatlatmışıq. Kraskanı vurmaq üçün. Hə, ona görə də qoymadım. Çıxardalar dedim qalsın. Hə. Bu 11 ildir belədir. Problemsiz 2016-da eləmişik onu. 0.15 çat var. Şitin dəyişdirmisiniz. Sonra 2 dənə pultu var, podyomnikləri var. Maşın qapılarını bağlayır pult. Hə, 2 dənə pult var. Podyomnikləri ön şüşələri qaldırır. Podyomnik Arxadan birində də sol tərəflər podyomnikdir. Sağ tərəflər əllə. Arxada qabaqda. Arxada qabaqda, bəli. Sağ tərəflər əllədir. Qəşəng. Oturacaqlarda elə bilirəm, çuxollarındadır yoxsa nəsə zədələr var, süzülmələr var. Çuxollar belədir, hə. Süzülmələr var. Yəni çuxolalar da yəqin ki, bu mən usta belə bu formada da sürə bilər. Səs sistemi necə? Maqnitofonu fərqli gördüm Sony-nin. Sony-dir, üstündə gələn deyil. Mən kolonka deyirəm bəlkə bir bahalı kolonka sistem işləyir. Yox, bahalı sistem deyil. Elə öz mən aldığım müddətdə elə olduğu bir şeydir. Üstündə belə gəlir. Qiymət neçə deyirsiniz? Qiymət də 5300 deyirəm. Son fikir Real adamla razılaşarıq da, 100 aşağı, 200 aşağı belə nə razılaşarıq. Real adamla görsəm ki, fikri var, yola gələrik. Yola gələrik. Yəni maşın sastayaniyası yaxşıdır. Maşın adətən Gəncədədir. İndi olar ki, Bərdəyə qoyam, gedəm. Yəni mən başqa bir maşın almışam. Ola bilsin ya Bərdədə olar ya da Gəncədə. Ya Bərdədə olar ya Gəncədə. Əsas o da əlaqə saxlayıb baxsınlar. Aha. Uğurlar arzu edirəm qardaşım. Çox sağ ol, minnətdaram əziz qardaşım. Sağ olun. Qardaş, Allah bazar versin. Çox sağ olun. Opel Astra gedir bunlar. Opel Astra H-dır, bəli. Universal modellər. Universaldır, bəli. Buyurun məlumat verin bilək necə maşındır. Maşın 198 min orijinal yürüşdür. 2009-un maşınıdır. Belə saz vəziyyətdədir. Heç bir problemi yoxdur. Nə vaxtdan sizindir maşın? Bir ilə yaxındır ki, məndədir. Etibarnamə yoxsa form tonu? Etibarnamədir, yox. Bir il hələ tamam deyil. Etibarnamə ilə məndədir. Əslində mən Ford Transit almaq istəyirəm. Belə barterdə də eləyərəm. Məqsəd odur. Daha içərisi geniş olan bir maşını dəyişmək istəyirsiniz. Lap yaxşı. İzləyicilərdən kimdəsə varsa, kiməsə maraqlıdırsa, yəni dəyişə bilər. Dəyişə bilərik, bəli. Maşınımızın mühərriki nədir? 1.4 benzin.
Ekatek mühərrikdir. Ekatek 1.4 benzin, sefdir də, bunlarda bilirsiniz. Rəmin deyil, motor sefdir. Alandan sonra xərciniz oldu mu motora? Yox, heç maşınımıza, bir xərcim. Bir dənə mən yeni akkumulyator qoymuşam. Akkumulatoru təzədir, bir aydan çoxdur ki, belə. Qoydunuz siz? Bəli, təzə yeni akkumulyator. Motorun yağ azaltması, səsi? Yox, heç bir problem yoxdur. Motorun yağında təzə dəyişmişəm. Benzin sərfiyyatı necə? Benzin sərfiyyatı bunlarda çox azdır, sürməkdən asılıdır. Yəni 100-ə 6-yarım belə. Kondisioner işləyir? Hələ kondisioner işləyir, bəli. Kondisioneri peçi əla vəziyyətdə. Qəşəng. Korobkası mexanikadır? Mexanikadır, bəli. 5-dir mi, 6-dır mı önə? 5 önədir. 5 önə, bir atma yoxdur ki bunlarda? Yox. Ön çəkən maşındır. Ön çəkən maşındır. Peredokun vəziyyəti, səsi, küyü, qranatlar. Heç bir səsi yoxdur. Qranatlar da yaxşıdır. Maşın saz vəziyyətdədir. Dediyim kimi mən yük maşını axtarıram, ona görə satmaq məqsədim odur, yoxsa heç satılası maşın deyil. Alan da bilsin də necə maşındır. Öncədən məlumatı olsun. Təkərlər elə biləm yaxşıdır. Yaxşı vəziyyətdədir təkərlər. Pola baxmadınız, çürüyü, yaxud harası dəyə, dağlar. Baxa bilərsiniz. Yəni tərtəmizdir polu. Polda yaxşıdır. Bagajı da istəyirsiniz açın baxarsınız. Dəyişən nələr var? Heç bir dəyişən detalı yoxdur. Kraska vurulur? Kraska yox, kraskası yoxdur. Zavoddan gələn kraskadır. Bəli, zavod gələn kraskadır. Qəşəngdir. Aynaları da təmizdir elə biləm. Çatı yoxdur ki? Yox, çat yoxdur. Hamısı 2009. Yəni partbilesə qədər, qabaq partbilesə qədər hamısında şüşələrdə nömrələri yazılıb 2009-dur. Qəşəng. Yəni dəyişən heç nə yox. Aynaların 4-ü də düymə ilə qalxırmı? Yoxsa onlar 2 qabaq yox. Önlər. Şit də təmizdir. Oturacaqlar da parça salonda eləmi? Yoxsa çuxollanıb? Parçadır, üstdən çuxol çəkilibdir. Elə Qəşəng. 200 manata çuxol özüm çəkdirmişəm. 180 manata çuxol almışam, 20 manat əl haqqı. Qəşəng. İçərisi də yaxşıdır maşınımızın. Əlavə edək kiminsə nəsə sual olsa sizlə əlaqə saxlaya bilər. Qiymətini deyim sizə. Qiyməti 13.500-a deyirəm. 13.500-ə 13.500-ə deyirəm. Alan olsa razılaşmaq olar. Son fikir 13-dürmü yoxsa? 13.2-yə verərəm. Yəni barter olsa mən Ford Transit ilə barter eləyərəm, gedərəm. Yəni fərqi varmı? Pul vermək istəyirsiniz, pul almaq istəyirsiniz? Yoxsa maşının özünün səslənməsi yaxşı olsun? Maşının vəziyyətinə baxır da. Görmək istəyən Mingəçevirdə mi görə bilər? Mingəçevirdə bəli. Uğurlar arzu edirəm qardaşım. Çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirəm. Minnətdaram, var olasınız. Qardaş, Allah xeyir versin. Sağ ol. 06 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin, bilək necə maşındır maşınınız? Qapılar hamısı pultlandı. İl 88, motorla olan bir motordur. Karovka 5-dir, frində səs yoxdur. Salondakı 07 salondur, qiymətdəki 2600. Lap yaxşı. Nə vaxtdan maşın sizdədir? 4 ay olar. 4 aydır. Etibarnamə ilə işlədirsiniz yəqin ki, eləmi? Etibarnamədir. Alandan sonra xərc çəkdinizmi maşınımıza? Hə, hardasa 300-400 manat xərc çəkmiş. Qardaş deyir 300-400 manat xərc çəkmiş. Motorda vəziyyət necədir qardaşım? Motor normal vəziyyətdədir, yağ yeməz sadı yox. Heç bir problem yox. Hə, deyirsən mühərrik yaxşı deyiləmi qardaş? Yaxşıdır, hə, yağ yeməyi yoxdur. Yağ azaltma yox, səsi yaxşı. Korobkada vəziyyət necə? Karovka 5-dir, heç bir problemi yoxdur. Atmazsadır, heç sadı yox. Ay maşallah, bazarımızda da ki, əcaib səslər gəlir. Hər Hə, maqnitofon öz sözün deyil. Diferdə vəziyyət necədir qardaş? Difer yaxşı vəziyyətdədir, səsi zadı heç bir qram da səsi yoxdur. Polda çürük pas necə? Yoxdur, yox. Öz poldumu, dəyişilibdir pol? Vallahi o yalan deyərəm, ta 88-dən maşınıdır, hə, ola bilər dəyişir. Konkret yerləri durur. Hə, yerindədir. Hə, lap yaxşı. Peredok necə? Normal vəziyyətdədir. Peredokda səs-küy yoxdur ki? Yoxdur, hələlik yoxdur, ta indən belə olacaq bilmirəm. 06-da elə biləm elə çox səs olmur. Olmur, hə. Təkərlər necədir? Normal vəziyyətdədir o da. Təkərlər də pis deyil. Maşınımızda 88-dən nə qalıb detallarından? Qapı, kril, kapot. Qapılar zatlar hamısı özünündür, hə. Zavoddan gəlmə. Hə, zavoddan gəlmə qapıları da hamısı. Olsun. Kosmetik işlər də var elə biləm. Çürüyən yerləri var maşınımızın, hə? Hə, üzündə var, kosmetik olan işlər var. Hə, qəşəng. Aynalar necə? Aynaları yaxşıdır. Cızıq görürəm, bir dənə cizədəsi var elə biləm. Cızıq var, çartı yoxdur, yox. Şit necədir? Şit təmizdir. Şiti də təmizdir. Şitdə yoxdur ki, qırıq, yox. Şit yaxşı. Oturacaqlar dəyişmə 07 qoymusan. Hə, 07 ilə də. Yaxşıdır elə biləm oturacaqlar. Yaxşı vəziyyətdədir, hə, oturacaqlar. Aha, salon pis deyil, salonu yaxşıdır. Maşınımızın bir dənə kosmetik işləri var. Maşınımızın qapıları pultlandı. Hə, 4-ü də pultlandı, 4-ü də kilidlənir.
Aha, düymə də gördüm. Şüşələr düymə ilə mi? Yo, Zavatskoy elə şey əllə. Qiyməti neçə? 2600-ə deyirik, alan olsa endirim eləyərik az miqdarda. Az deyəndə 1-200 manat endirim. Hə, eləmək olar. Hardadır maşınınız? İmişli rayonunda. Hə, siz də İmişlidən gəlmisiniz qardaşım. Xoş gəlmisiniz. Sağ ol, sağ ol. Uğurlar arzu eləyirəm. Allah köməyiniz olsun. Sizə də sağ olun. Qardaş Allah bazar versin. Sağ ol qardaş, sağ ol. Mercedes Y-Class gedir də Bəli, bunlar. bəli. Yoxsa S-Class? S-Class. Yox, S-Class yox. Y-Class deyil. Bəli, el arasında panorama. Hə, buyur qardaş. Məlumat ver. Bilək necə maşındır? 2002-dir, 22-ci ildən özümdədir, 3 ildir demək olar. Aformut elətdirmisiniz yoxsa Bəli, etibarnamədir? bəli, öz adımadır. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Xırdapara işləri elə bir ciddi problemi olmayıb. Mühərrik bunlarda nədir? 3-2 benzin. Yanacaq sərfiyyatı da qəşəngdir. Elə deyin də bəri başdan. Hə, 3-2 benzindir. Nə qədər yanacaq yandırır? 8 ilə 12 arası yandırır. Maşınımız 468 min göstərir. Bəli, zavod prospekti də çəkilməyib, eləməyib. Hə, ya kimdəsə olub, Yox, kimdə yox. olubdur, ya da ki benzin həqiqətən az işlədir. Zavoddur da üstündə gələn prospekti olub. Yəni o qədər sürülməyinə görə deyil. Bəli, 2002-ci ildir. O prospektdə normaldır olsa. Mühərrikdə vəziyyət necədir? Yaxşı vəziyyətdə. Nə zaman yığılıbdı? Yığılmayıb, hələ açılmayıb. Zavoddan necə Bəli, gəlib bəli, vəziyyət? hələ açılmayıb. Yağ azaltması səsi? Yox, heç bir şey. Ha, çox gözəl. Yəni klapan salnikləri olub, onda dəyişmişəm. O da ki 2-3 ildən biri olur. Avtomat korobka deyiləmi? Bəli. Gecikməsi yoxdur bunların? Xeyr, heç bir şey. İstənilən servisdə aparıb yoxlatdıra bilər. Arxa çəkən maşındır. Bəli. Diferdə necə? Səs yoxdur? Yox, heç bir şey. Pol necədir? Qəşəng. Sürməsi, Yox, yaxası bunlarda elə dağlar. şey olmur axı. Öndə vəziyyət necə? Pedokda? Yaxşıdır, normaldır, qəşəng. Səs-küy yoxdur. Yox. Təkərlər də ki, zəifdir amma işlətmək olar. Yox, yaxşıdır. Tam zəif deyil, yaxşıdır. Dəyişilən necə? Yoxdur. Rəng dəyən yerlər var, dəyişilən detalı yoxdur. Hətta zavod rəngi də var. Bəli, bəli. Hə, gözəl. Aynalar təmizdirmi? Yox. Bir dənə qabaq şüşədə çatı var. Balaca çatdı deyəsən. Bəli, eləmiş. Nəzərə çarpır bir o qədər. Hə. Dördü də düymə ilə qalıb gedir ayna. Bəli. Qəşəng. Polnu Full pulluqdur. salon, dəri salondur. Kondisioner də yəqin ki işləyir. İşdəkdir hamısı. Əlavə də ki, yaddaşla da özdə oturacaqlar. Hamısı var, hə. Aha. Sürücü tərəfdə bir balaca bir-iki yerində zədəsi Hə, var. yüngüldür. Cüzidir, hə, o da yəni Hoş bir o şey. qədər. Əlavə də kim sual olsa yəqin sizlə əlaqə Problemi yoxdur. İstəsiz əlaqə nömrə də verərəm. Nömrənizi görürlər də deyə də bilərsiniz, fərq Hə, eləməz. problemi yoxdur. Hardadır maşınımız? Maşın ancaq Qaradağda baxmaq olar. Qaradağ rayonunda. Bəli. Uğurlar arzu edirəm qardaş. Oldu qardaş. Sağ Siz ol. də sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, Allah köməyiniz olsun. Sizin maşında 06 maşın Bəli, satırsınız. bəli. Buyurun məlumat verin bilək necə maşındır? Qəşəng maşındır, 06 motordur, 5 karovkadır. Maşında otur sür maşını, İli problem yox. neçə idi? İli 87-dir. Aha, bu günlərim deyəsən yaşlı maşınlar satırlar. Hə, Nə vaxtdan sizdə? 1 ildir. Etibarnamə yoxsa format olunur? Yox, Davernusdur. 1 illik Davernus verilir, sığorta, tekst, motor hamısı 1 il müddətinədir. Hə, yəni problem yoxdur alqısı. Problemi yoxdur, otur sür maşını. Alandan sonra xərc çəkmisiniz maşınınıza? Bəli. Nələr düzəltdirmisiniz? Təkər düzəltmişik, kril dəyişmişik, çürüyün çıxartmışıq. Mühərrikinə heç baxdırmadınız? Yıxdırmadınız? Motoru, Bəli. motor super motordur, 06 motordur. 87-dən 06 motor olmur, sənədli qanunun 06 motorudur. Dəyişdirilib mühərrik yoxsa elə özünüz? Yox, özünündür. 5 karovka ilə. Yersiz olmur, ona görə dedim. Yox, dəyişilməyib, belə öz motorudur. Amma karovka dəyişilib 5 qoyulub. Hə, bəli. Atma səsi yoxdur karovka. Xeyr. Diferent səsi necə? Yoxdur, qəşəngdir. Pol necədir? Polunda da qəşəng, çürüyü yoxdur. Dəyişilmiş olar polu. Çürüyü çıxıb da, Danqrat yerləri salamatdır. hamısı salamatdır, hə. Pedok necədir? Super. Daşkəsəli yolda səs eləmir. Xeyr, elektron tramyordur, ralovoy kolonka təzədir. Ha, gözəl. Onları siz eləmisiniz. Təkərləri də ki, hələ ki işlətmək olar, hə? Təzədir qabaq təkərlər, arxalar biraz zəifdir. Gözəl. Maşınımızın qalanı soruşaqmı, dəyişilənmi soruşaq, nəyin soruşaq detallardan? Valla belə mən alandan detal dəyişdirməmişəm də, bir dənə kril Yəni dəyişdirmişəm. birlə dəyişilməyib də, 85, 87-dən indiyə yəqin ki dəyişilib. Yəqin ki dəyişilər də. Kosmetik işləri var elə bilinən müəyyən yerlərində. Bəzi yerlərində var idi, hə. Aynalarında vəziyyət necədir? Hamısı qəşəngdir. Bircə dənəsində sədəf boyda çırtdaq var, ön Ay aynasında. var, hə. Şitin üstündə də elə bilinən balaca çatı var.
Shiftdə yox, çox. Bir Hə, buradan bu bizdə hissədən yerində elə belə azdır, azdır, çox deyil. Sideniyələr təzə yığılıb. Oturacaqlar yaxşı. Bəli. Qiymət neçə deyirsiniz? 3000 deyirəm, alan olsa razılaşarıq. 2.7 sayan olsa nə deyək? Hə, razılaşaram 2. Hara gəlsinlər? Ağcabədiyə. Uğurlar arzu edirəm. Çox sağ ol, Allah sağ ol. Qardaş xeyirli olsun. Çox sağ olun. 06 maşını satırsınız. Bəli. Buyurun məlumat verin bilək neçə maşınınız? İli 85-dir, motorun 11-dir, karovka 5-dir. Motorda yağ azaltma yoxdur, karovkada atma yoxdur, diferinlərə qram səsi yoxdur. Nə vaxtdan sizdədir? 1 ilə olur, 1 ay yaxın olar. 1 ay? 1 ilə yaxın olar. 1 ilə yaxındır. Aformut olunub yoxsa etibarnamədir? Aformut olunub. Alandan sonra xərcləriniz nə oldu? Biraz sürü sarı olub onu çıxartmış. Motoru deyirsin 011-dir. Bəli. Yağ azaltması yox deyirsiniz. Xeyr, azaltma yoxdur. Karobka da 4. 5. 5-dir, dəyişilib karobka. Atması yox, səsi yox. Heç nəyə yox. Difer təmiz. Bəli, qranları səsi yoxdur. Olmasın. Pol necədir? Çürüyü çoxdurmu? Yox, sürü yoxdur, sapsim çürük yoxdur. Sürüdən hamısı çıxarılıb. Öz poldurmu, yoxsa dəyişilibdirmi? Yox, dəyişilib polu. Anqrat yerləri salamatdır. Bəli, bəli, hamısı təzə qoyulub. Peredokda vəziyyət necədir? Peredokda da özümüz ustayıq, özümüz yığmışıq. Səs-küy yoxdur. Heç nəyə yoxdur. Xadava ustasısınız? Bəli. Lap yaxşı. Təkərlər təzədir elə. Bəli, 4 dənə təkər vurmuşuq altına. Bir ayın təkəridir. Təzə akkumulyator alıb qoymuşuq. Nələr qalıbdı 85-dən indiyə? Detallardan. Qapı, Detallardan qalıb 4 dənə qapı. Giyərləri dəyişib. Bəli. Hazırda da kosmetik işləri ilə bilinən var maşınımızın. Bəli, qısaq kraskalanıb. Aynası, ön aynasında çatı var. Daş deyib ona. Yollarımız biraz pisdir. Ön tavoydu. Şit təmizdir. Bəli. Şitdə elə bilən balaca zədəsi var. Belə var da son yanında var. Hə. Oturacaqlarda vəziyyət necə? Pis deyil, yaxşıdır. Biraz deşikləri var. Çıxollar işlətmək olar. Maşınımızın qiymətini də deyin də. Maşın qiymətini 3-ə deyirəm. Neçə? 3000-ə. 3000-ə deyirsiniz. 2600 verən olsa vermək olar. Danışmaq olar. Əsas odur sizlə əlaqə saxlasın. Bəli. Hansı rayondadır? Ağcabədi rayon Şərəfanlı kəndi. Rayonun özünə göstərə bilirsiniz? Ağcabəddə göstərə bilirsiniz? Bəli. Uğurlar arzu edirəm. Çox sağ olun. Siz də sağ olun. Əmi Allah xeyir versin. Allah köməyin olsun. 06 maşın, 07 maşın. Bəli, Üzürürsən. sağ ol, 07 maşınınızı satırsınız. Bəli. Buyurun məlumat verin bilək necə maşınlı maşınımız? Maşınım 2009-un maşınıdır. Tam saz vəziyyətdədir. 4-5 aydır əhlənib. Özü motoru, karabkası, diferi hamısı saz vəziyyətdədir. Nə vaxtdan maşın sizdədir? Elə bir 3 ildir məndədir. Özünüz işlədirdiniz Bəli, mi? özüm işlədim. Alandan sonra xərcləriniz nə oldu? Təkər almışam, yağın dəyişmişəm, nə bilim, biraz kosmetik işlərini görmüşəm. Aformutdurmu, etibarnamədirmi? Yox, aformutdur. Öz adınız aformut Öz olmuş adım adı, maşındır. bəli, öz adım adı. Motorun 06-dır. Hədə 06-07-dir. Necədir motorun vəziyyəti? Super. Yıldırmadınız? Yox, yox. Yıldırmamışam, əl vurulmayım. Necə almışam, elə də durur. Yağ azaltması nə qədər? Heç yoxdur. Heç yoxdur. Səsi də yaxşı gəlir. Super, qəşəng, gözəl. Karobka necədir? Karobka 5-dir. Atma səsi yoxdur. Heç biri. Difirdə də səs yoxdur. Karobkası atmır. Saz vəziyyətdədir. Polda necə? Çürük çoxdurmu? Yox, yox, çürük zadı. Heç bir şey yox. Pol təmizdir. Pol tərtəmiz gül kimidir. Peredokun vəziyyəti? Gül kimi, tərtəmiz. Səs-küy yoxdur. Hamısını yığdırmışam, hamısı. Təkərlər də yaxşıdır deyəsən. Təkərlər təzə təkər almışam. 4 dənə təzə təkər almışam. Bəli. Qəşəng. Saz vəziyyətdə. Dəyişilənlərini deyin bizə. Dəyişilən heç bir detalı yoxdur. Zavoddan gələnlər. Zavoddan necə gəlib elə də sürülür. Bəli. Kraska vurulmuş olar. Bəli, kraska vurmuşuq. 5 abından qabaq çöldən Tam kraskalanıb. Çöldən kraskalanıb, bəli. Hazırda kosmetik işi yoxdur ki? Yoxdur, bir damcı da. Ön aynasında bir yerdə çat. O elə mən alandan elədi o, hə. Çıt dağı var, çat deyil. deyil. Bir dənə də bir fındıq boyda daş dəyib, nə dəyib? Mən alanda belə idi. Siz alandan elə. Bəli. Şitin də üstü çuxolludur. Bəli, çuxollamışıq. Hə, o gün partladır deyənə o İndi var, part var, yox, yox, heç nə yoxdur, tərtəmizdir. Təmizdir. Oturacaqlar da təmizdir. Göl kimi hamısı tərtəmiz. Çuxollanıb yoxsa zavoda oturacaqlar? Yox, çuxollanıbdır. Yox, çuxollanıbdır. Aynalar əllə qalxır? Hamısı. Əllədir. Əllədir, qapılar pultlandır. Düymə, hə, pultla bağlanır. Hə, pultla bağlanır. Qiyməti də deyirsiniz? 7-8-ə deyirəm. 7800 manata deyirsiniz. Real alıcı olsa biraz 7400 təklif eləsələr. 5 olsa lap yaxşı olar. 7500. Ürəyinizdən keçər. Hardadır maşınımız? Göyçayda.
Uğurlar arzu eləyirəm. Allah köməyin olsun. Çox Siz də sağ olun. Sağ olun. Mən öyrəşmişəm. Qardaş Allah bazar versin. Sağ ol, sağ ol. Maşınımızın da alıcısı yanındadır, baxırlar maşınımıza. Buyurun elə məlumat verin, qoyun onlar da bilsin ki, necə maşındır. 2 motordur. Nə bilim, Benzin kondisionerdir, olur da bunlar, benzindir. benzin. Çeşka rolu ilə, S-güzgüləri ilə. Avtomat karovkadır. Nə vaxtdan sizdədir maşın? Çoxdan, hərcə bir 6 ay məndədir. Özüm, mən sürürəm. Etibarnamədirmi, yoxsa öz Yox, adınıza öz format adıma, olub? öz adımadır. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Bir dənə akkumulyator almışım. Qalan hamısı elə necə almışsınız vəziyyətdə? Hə, lap yaxşı. Mühərriki 2 motordur. Necədir mühərrikin vəziyyəti? Super saz. Yağ azaltması necə? Yox, heç bir problem yoxdur. Səsi yaxşıdır. Hər bir şey qaydasındadır. Yanacaq sərfiyyatında deyin də bizə. 9 litr. 100-ə 9. 100-ə 9. Sən deyəsən. Yox, mən nədəyim, sənin maşınına nətər qiymət? Qardaşımız almadı. Bax, izləyicilər də deyirdi ki, Mən demişəm, alveri çək. Bu da alver. Hə də mən demişəm, sənin dişinə düşürsə deyim. Allah bazar. Bax, bu da alır. Razılaşmadılar. Allah bazarınızı versin. Sağ ol, sağ ol qardaş. Elədiyi təklif sizə uyğun gəlmədi, eləmi? Yox, yox, alınmadı. Korobkada vəziyyət necədir qardaş? Super. Qaydasın. Avtomat korobkaydı? Avtomat da. Vurması yoxdur? Yox, heç bir problem yoxdur. Diferdə səs? Problemi yoxdur. Altında çürüyü, pası? Sək kimi yoxlada bilərlər. Lap yaxşı. Öndə vəziyyət necədir? Hər bir şey qaydasındadır. Səs-küy yoxdur Heç bir, heç bir. Təkərlər də normaldır? Normal, hamısı qaydasındadır. Təkərlər də yaxşıdır. Detallardan dəyişiləni bilməyəsiniz? Yox, mən bilmirəm. Kosmetik işi yoxdur hazırda? Yox. Göz qabağındadır da. Aha, lap yaxşı. Luku da var. Var, amma işləyirdi, tutulub. Su buraxmayacaq içəri. İndi düzəltdirəcəm onu. Hə, indilərdə olub. Hə, təzə olub. Yəni alıcı gələnə qədər luku hazırdır. Problem yoxdur, götürəcəm aradan. Gözəl. Ön aynasında çat var. Çart var, bəli. Bir dənə ön aynasında çart var. Ön aynası dəyişsə daha qəşəng olar. Şitdə heç nə yoxdur. S-güzgüləri ilə. Güzgülər S-dir. Çeşka rolu ilə. Rol da dəyişir, çeşka. Oturacaqlar necə? Hər bir dənə deyib, bunu da gördün də, burada süzülməsi var. Süzülməsi var, o da oturub dur, girdikcə olur. Qəşəng. Kondisioner də dersisi var. Bəli, var. Yaxşı işləyir. İşləyir. Hamısı podyomnikləndə, arxada qabaqdır. Hə, şüşələr. Sən getdin. Mən də dalınca. Sağ ol, sağ ol. Qiymətini də deyirsiniz? 5-5. 5500-ə deyirsiniz? 5 verən olsa verməyəsiniz? Yox. Neçədir son fikriniz? 5-4. Hansı rayondadır maşın? Beyləqan rayonu Yuxarı Aran kəndi. Yəni istəyən olsa Beyləqanda göstərir. Bəli. Uğurlar arzu eləyirəm. Sağ ol qardaşım, minnətdarım. Sağ ol. YouTube-dasınız. Allah bazar versin qardaş. Sağ ol qardaş, sağ ol. Grand Cherokee. Bəli. Jeep. Satmaq fikrinə düşmüsünüz. Bəli. Buyurun, məlumat vereyim, bilək necə maşındır. 4 motor benzindir, razzatka ilə. Yəni 4-ü də işləyir, 4 çəkərdir. İli neçədir? İli 95-dir. Sizdə nə vaxtdandır? Hardasa 1 ildir. İldən artıqdır belə. Etibarnamədir yoxsa? Yox, öz adımıza aformut elətdirmisiniz. Alandan sonra xərc çəkmisiniz maşınımıza? Yox, elə belə, yəni elə bir güclü xərc qoymamışıq. Mühərriki deyirsiniz 4 motor, sadə motor. Necədir mühərrikin vəziyyəti? Normaldır, yəni gündəlik sürülən maşındır, işlək maşındır. 372.000 göstərir probek. Bəli. Orijinal probek. Mühərrikin yəqin ki yığılmış olur, hə? Yəni mən əvvəlcədən bilmirəm, yəni bizdə əl dəyməyibdi. Yağ azaltması nə qədərdir? Yağ azaltmasında elə güclü yoxdur, hər dəyişəndən bir 500-600 belə. Millilitrdə yəni? Hə. 1 litrə çatmır. Hə. O da yəqin ki normaldır. Hə də yəni 95-in maşını üçün normal bir şeydir də o. Səsi də yaxşı çıxır? Bəli. Korobkada vəziyyət necə? Korobkada da yaxşı vəziyyətdədir, yəni vurması falan yoxdur. Avtomat korobkadır. Avtomat korobkadır. Sadə korobkadır. 4-ü də çəkir, bəli. Onu necə qoşmaq olur? Razzatka ilə, orada istədiyin vaxtı irsağı var. Əllə qoşulur, yoxsa düymə ilə? Əllə qoşulur, əllə. Hə, rüçkakı var özünün. Bəli, rüçkakı var. Qəşəng. Maşınımızın diferləri də yəqin ki. Bəli, diferlərdə. Necədir vəziyyəti? Yaxşı və elə azmaz səsi var diferində, qabaq diferində. Yəni o da çöldən bilinmir, elə belə yaxşı vəziyyətdir, yəni belə. Yığdırmaq mı lazımdır, yoxsa dəyişməkmi? Yəni belə bir problem yoxdur. Ehtiyat hissələrini tapmaq olur. Bəli. Altda vəziyyət necədir? Altda da ki, yəni dağa daşa çıxarlar, buralar, dağdalar. Belə bir şey. Xeyr, heç bir çürüyü, əziyi, vuruğu yoxdur. Peredok səs-küy eləmir ki. Peredoku da ki yaxşı vəziyyətdədir, yəni. Təkərlərdə normaldır.
Təkərlərdəki bəli normaldır. Neçəlik təkər gedir bunlara? Bunlar 15-lik gedir. 15-lik amma pasatkası hündürdür. Hə, pasatkası biraz hündürdür. Qəşəng. Maşınımızın dəyişilənlərini də deyin də bizə. Dəyişilənlər də ki, yəni hamısı öz detalıdır da. Yəni belə kosmetikası da düzdür. Kosmetika lazımdır. İndi 95-dən bəri. Hazırda kraskalanmalıdır, hə deyirsən? Hə, kosmetikaya ehtiyacı var. Luk var bunlarda? Bəli, işlək vəziyyətdədir. Bəli. Aynalarında vəziyyət. Aynaları da bir dənə çıxdağı var. Hə, burada bir dənə, qalan hər bir şey salamatdır. Aha, şit necə? Şit təmizdir? Şit də təmizdir, heç bir çartı, nə bilim, dəri salondur. Dəri salon, sidenka qızdırıcıları, avtopilotu, hər bir şey qaydasında. Kondisioner işləyir? Bəli, kondisioneri, peci. Aynalar düymə ilə deyək. Bəli, aynaların idarə olunması düymə iləndir. Pultu da var da maşınımızın? Pultla, bəli, qapıların bağlanması. Zavodskoy pultu? Xeyr, sonradan quraşdırılır. Sonradan quraşdırılır. Maşının əsas məsələsi bilirsiniz nədir burada? Benzin məsələsi. Bəli. Nə qədərdir? Sərfiyyatı. Trasda 100-ə 11-12 işlədir. Aha. Şəhər içi? Şəhər içi də ki, açığı heç şəhər içi yoxlamamışam, amma 15 saat işlədər də rahat. 92 ilə. Aha. Qiymətini deyin bizə. Qiyməti də ki, indi 7000-dən çıxartmışam bazara, real alıcı ilə də yəni danışmaq olar. 6000 sayan olsa vermək olar. 6000-ə bilmirəm, fikirləşərəm də indi. Bugün neçə təklif elədilər? Bugün elə açığı dünən bazara çıxartmamışdan 6600 təklif elədilər. Vermədiniz? Hə, vermədim. Dedim çıxardım bazara. İndi həmən adamı tanıyırsınız siz? Bəli. Onda qaytaraq verək ona da elə. Görək də qismət. Hansı rayondadır maşınınız? Bərdə rayon. Uğurlar arzu edirəm. Çox sağ olun. Siz də sağ olun. Allah razı olsun. Qardaş, Allah xeyir versin. Sağ olun. Sizdə də 015 maşındır, satmaq istəyirsiniz. Evet. Buyurun, məlumat verin, bilək necə maşındır? Əməli 2011-dir. 7 yarıma deyirəm. Rənglənib bir dəfə. Nə vaxtdan sizindir bu maşın? 6 ildir. 6 il öz adınıza yəqin formuq deyil mi? Mühərrikdə vəziyyət necədir? Yaxşıdır, hər şey əla. Nə vaxt yığıldı mühərrikası? Yaxşıdır. Hardasa 2-3 ay bundan əvvəl gəzdirmişəm. Siz eləmişsiniz. Bəli. Maşınımız nə qədər sürüldüyü bilinir? Bilinir. Nə qədər idi? Gəlib baxıb deyəm onu. Təxmini bilmirsiniz? 200 mindir, 300 mindir? 200 neçə mindir. Motorda yağ azaltma səsi yoxdur ki artıq? Yox. Karabkada vəziyyət necə? Yaxşıdır. Atması yoxdur? Yox, heç bir şey yox. Peredokun səsi küyü necə? Heç bir şey yoxdur. Qranatları nə zamansa dəyişdiniz? Dəyişmişəm, özüm dəyişmişəm. Bahalıdan qoymuşam, səs küyü yoxdur. Ekran necə? Yaxşıdır ekran. İş olub? Əvvəl olub, hə. Sizdən əvvəl? Məndən əvvəl olub. Problem yaratmır ki? Xeyr. Cuzi olub, o da. Təkərlər də ki təzə deyəsən? Təkərlər təzə. Təkərin dördü təzə. Altı necə? Çürük pas yoxdur ki polunda? Yox. Dəyişilənlərini də deyin də bizə. Bir dənə sol krilo dəyişib. Sürücü tərəf krel dəyişdirildi. Qalan hamısı özününki. Hamısı özününki. Kraska tam vurulubdu? Tam vurulub. Hazırda yoxdur ki kosmetik işi maşınınızın? Yox. Aynalar təmizdir? Təmiz. Qırıq çatı yoxdur ki? Yox, heç bir şey yox. Şit də elə bilirəm təmizdir. Qəşəng. Oturacaqlar da yaxşıdır elə bilirəm. Qəşəng, için yığdırmışam özüm. Normaldır içərisidə. Aynalar düymə ilə qalxırmı? Düymə ilə. Önlər yəqin ki, yoxsa dördü? Hə, 2 ön. Pultu da var? Pultu yoxdur, yox. Qiyməti neçədir maşınınızın? Qiyməti 7500. 7-5-ə deyirsiniz? 7 sayan olsa? 7 yox, amma biraz üstüncəldən olsa verərəm. Hara gəlsinlər görmək üçün? Ucara. Uğurlar arzu edirəm. Sağ olun, çox sağ olun. Siz də sağ olun. Əmə oğlu, Allah bazar versin. Sağ ol. Deməli, maşınımız 015 maşındır. İzləyicilərdən də çox istəyirdilər ki, 015 çəkinə. Bu da tapmışıq. Elə bilirlər, elə bazara girən kimi maşın oldu, çəkirik. Amma elə deyil, gərək sahibi icazə versin, çağırsın ki, biz də çəkək. Buyurun, məlumat verin, bilək necə maşındır? 2011 maşındır, radnoy maşındır. Bez detal. Maşın arxadan vurulub, düzəlibdir, burası. Bez detal maşını. Neçə ildir maşın sizdədir? 1 ildir maşın məndədir. Etibarnamədir yoxsa? Öz, aformdur. Öz adınızda olan maşındır. Sizdə vuruldu mu maşın? Yox, alanda vuruq idi. Sizdən elə əvvəl vuruğu var idi? Bəli, Bakıda almışam, vuruq idi. Alandan sonra xərc çəkmisiniz maşınınıza? Xeyr. Elə necə almışsınız o vəziyyətdə? Necə almışam, bəli, yağını dəyişib sürmüşəm elə. İndi də istəyirsiniz satıb daha yaxşısını alasınız? Bəli. Hə, lap yaxşı. Allah fikrinizdən sizə xeyir versin. Maşınımızın mühərrikinə baxdırmadınız? Mühərrikdə vəziyyət necədir? Əla.
super vəziyyətdə. Yağ azaltması nə qədərdir? Azaltmır. Nə qədər sürdüyü bilinir maşınımızın? Kilometrajı. Periodikə baxmaq lazımdır. Mənim başım çıxmır. Hə, siz özünüz də dəqiq bilmirsiniz. Əsas odur motorun vəziyyəti yaxşı olsun. Əladır, əladır, bəli. Yağın dəyişəndən yağ azaltma yoxdur. Korobkada vəziyyət necə? Əladır. Atması, səsi Xeyr, yox. heç bir şey yox. Peredok, səs-küy. Var, biraz qranatında səs var. Qranatında. Birində mi yoxsa dördündə də mi? Dördündə mi, ikidən qranat olur bunlarda. İç olur, çöl olur deyəsən. Hə, bilmirəm də səs var. Gəl baxdıram suya. Hə. Maşınımızın ekranda vəziyyət necə? Əladır. Saatı qırıq. İş olub ekranda? Yox, xeyr olmur. Əl dəyməyibdir. Əl dəyməyib, bəli. Ha, qəşəng. Təkərlər də elə biləm yaxşıdır. Təzə təkərlərdir. Təkərlər təzə. Polda vəziyyət necədir? Əladır. Yamaya çıxıb baxa bilərlər. Çürüyü, pası yoxdur? Xeyr, yoxdur. Dəyişilən detal var? Xeyr, yoxdur. Zavoddan gələndir? Bəli. Kraska vurulub əvvəllər? Yox. Heç vurulmayıb kraska? Arxadan maşın vurulub, orada arkada işlənib də kraska. Tam kraskası yoxdur? Yox. Arxa krilində kraska vurulub. Hazırda da elə bilən müəyyən yerlərində kosmetik işləri var. Kraskalasa daha qəşəng görsənər. Qəşəng görsənər, amma yox. Heç. Aynalarda vəziyyət necə? Qırıq çat, ön aynasında çatı var. Qabaq aynada 5 kərə çat var. Düymə ilə qalxır aynalar, yoxsa əlləndi? Önləri yəqin ki. Önlər pultla qalxır. Şit də elə biləm təmizdir, qırıq çat yoxdur. Təmizdir, yox, heç bir şey yox. Oturacaqlarda biraz süzülmə var sürücü tərəfdə. Sürücü tərəfdə, bir tərəfdə belədir. Aha. Maşınımızın pultu da var bunların. Bəli, bəli. Qapılar pultdan bağlanır. Qiymətini deyin də bizə. Qiymət 9000. İli 2011-dir, qiymət 9000. 9000-ə deyirsiniz. Endirim də eləyirsiniz? Eləyərik. Təxmin nə qədər? 8500. Bəli, verərəm. Hara gəlsinlər? Bəzən İmiri kəndi. Uğurlar arzu eləyirəm. Bəli. Siz də sağ olun.